6 rükət namaz varmı? Yəni varsa adı nədir? Belə məşhur olan 6 rükət namaz qılırlar bəziləri. Avvabin namazları deyilir. Amma sabit olmamışdır. Yəni hədis baxımından səhih deyildir. Amma səhih olan isə odur ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, salatul avvabin hinə tərmadul fisal. Avvabinlərin namazı. Avvab kimdir? Yəni tez-tez tövbə edənlər. Tövbə edənlərin namazı dəvə balalarının ayaqlarının qızdığı vaxtdır. Yəni səhrada, yəni günəş qumu istidir və onların ayağı isinməyə başlayır və deyir ki, o namazı qılanlardır. O vaxtı duha namazı, belə deyək də, duha namazını qılanları Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, salatul avvabin, yəni tez-tez tövbə edənlərin namazı duha namazıdır. Salatul avvabindir, avvabların namazıdır. Və həmçin başqa rəvayətdə isə buyurur ki, la yuhafizu aleyhə illə avvab. Yəni o namazı yalnız avvab qoruyar. Yəni Rəbbinə tərəf tez-tez dönən, tez-tez tövbə edən insan duha namazını qoruyar.